Esselamu Aleyküm ve Rahmetullah. Kardeş sual verir ki, Əhqaf surəsinin 4-cü ayəsində Əs-səməvat sözündən sonra gələn ayə necə oxunacaq? Yəni burada ayə, söz vəsləli həmzə ilə başlayır, sonra da sükunlu həmzə gəlir. Qardaş da əgər vəqf etmədən oxuyarıqsa, əmləhum şirkun fis-səməvati ituni düzgün oxunur. Yəni kəsrəli tənə sükunlu həmzə birləşir. Əmləhum şirkun fis-səməvati ituni. Əgər əs-səməvat sözündə dayansaq, vəqf etsək, bu zamanda ituni sükunlu həmzə uzanacaq. Yəni mədd hərflərindən olan hərəkətsiz yəyə çevriləcək. Bu da ərəb dilində qaydadır ki, iki həmzə görüşərsə, yəni xüsusən ikinci həmzə sükunludursa, İkinci həmzə mədd hərflərindən birinə çevriləcək. Bu da ərəb dilində təcviddə olan qaydalardandır. Və desək ki, niyə tənin üzərində, üçüncü hərfin üzərində damma olmasına rəğmən birinci hərf i ilə oxundu? Çünki həmən dammə tənin üzərindəki sözün əsl kökündə olan hərəkələrdən deyil. Sözün əsl kökündə olan hərəkə əslində təqdirdə idir. Yəni i'ti. Həmən dammə isə tədən sonra gələn cəm şəkilsini bildirən vav hərfinə görə qoyulmuşdur. Doğrusunu Allah bilir. Vəsselamu Aleyküm və Rahmetullah.